Salam, hər vaxtınız xeyir. Xalq qəzetinin 9 iyul 2026-cı il tarixli nömrəsinin icmalını təqdim edirik. Bugünkü nömrəmiz 12 səhifədən ibarətdir. İlk səhifəmizdə Azərbaycan diplomatiyası ölkəmizə beynəlxalq aləmdə uğurlar qazandırır başlığı altında Prezident İlham Əliyev Yordaniya Baş Nazirinin müavini, Xarici İşlər və Mühacir Məsələləri Nazirini qəbul edib. Başlıqlı məlumat dərc edilib. Həmçinin ilk səhifədə digər səhifələrdə yer alan materiallarında anonsu verilib. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları isə qəzetimizin ikinci səhifəsində yer alıb. O cümlədən bu səhifədə Türkmənistan Xalq Məsləhətinin sədri Azərbaycan nümayəndə heyətini qəbul edib və Yordaniya Baş Nazirinin müavini, Xarici İşlər Nazirliyində başlıqları ilə məlumatlarda dərc olunub. Siyasət xəbərləri ilə davam edirik. Üçüncü səhifədə Ermənistanda referendum məsələsi Şimalın alyans variantı məqaləsində deyilir. Söhbət başqa referendumdan, daha doğrusu ölkə konstitusiyasına dəyişiklik, yaxud yeni konstitusiyanın qəbulu ilə əlaqədar ümumxalq səsverməsindən gedir. Qeyd edək ki, Ermənistanın əsas qanununda qonşulara qarşı ərazi iddiasının aradan qalxması isə Azərbaycanın tələbidir. Təsadüfi deyil ki, 7 iyun parlament seçkiləri sonrası prosesin nəticələrinin ölkəmizin bu tələbinin yerinə yetirilməsi üçün maneə yaratdığı ön plana çəkildi. ABŞ prezidenti Donald Trump bəyan edib ki, İranla atəşkəs mənim üçün bitdi. Həmçinin yazımızda TRT Haberin məlumatına əsasən NATO-nun Ankara sammitinin bəyannaməsinin qəbul edilməsi ilə bağlı məlumat yerləşdirilib. O cümlədən bu hissədə Pitexet Tel Əvivə niyə getmədi sualının cavabı, Makronla qapalı görüş və Pezeşkiyan təcili Tehrana qayıdıb məlumatları da öz əksini tapıb. 5-ci səhifədə isə Gürcüstan parlamentinin sabiq deputatı İshak Novruzovun XG-yə açıqlaması Gürcüstan növbəti sınaq qarşısında məqaləsində yerləşdirilib. Qeyd olunub ki, mövzu ilə bağlı Gürcüstan parlamentinin sabiq deputatı İshak Novruzov Xalq qəzetinə açıqlamasında bildirdi ki, Gürcüstanda baş verən son hadisələr göstərir ki, ölkə yalnız daxili siyasi rəqabətlə deyil, həm də geosiyasi seçimlərin yaratdığı mürəkkəb çağırışlarla üz-üzədir. Hakimiyyət, suverenlik, sabitlik və milli maraqların qorunmasını əsas prioritet kimi təqdim edir. 6-cı səhifəmiz isə iqtisadiyyat xəbərlərinə ayrılıb. Yaşıl Enerji Dəhlizi nazirlərinin Bakı görüşü, Azərbaycan neftçilərinin Afrika əməkdaşlığı, Pirallahı Sənaye Parkının qeyri-neft sektoruna töhfəsi, MDB ölkələrinə məhsul ixracı artıb, investisiya portalı sahibkarın xidmətində və Beyləqan fermerlərinin qayğılı günləri başlıqları ilə yazılar bu səhifədə dərc edilib. Dünyadan gələn sorağımız rubrikasına isə 7-ci səhifədə yer verilib. Naxçıvanın tarixi Albaniya qəzetində yazısında deyilir. Albaniyanın paytaxtı Tiranada nəşr edilən populyar Alplar qəzeti 16-30 iyun tarixli son sayında Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və tarixən də belə olub adlı geniş məqalə dərc edib. 8-ci səhifəmizdə isə olduqca geniş bir yazı dərc edilib. Dost sosial siyasətin əlçatanlıq modelidir məqaləsində Dost çağrı mərkəzi 142, rəqəmsallaşan Dost, sosial siyasətin əlçatanlıq modeli, məşğulluq əməkdaşlığı, benefisiarların peşəkar inkişafı, statistik rəqəmlərdə başlıqları ilə yazılar yer alıb. Bərdə Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Samir Nəcəfov söhbət zamanı bildirib ki, müasir standartlara cavab verən bu təhsil mərkəzinin yenidən qurulması və əsaslı modernləşdirilməsindən sonra açılışı 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə həyata keçirilib. Xalq qəzetinin 10-cu səhifəsində isə rənglərin dili ilə danışan sənətkar yazısında qeyd edilir. Elə insanlar var ki, duyğularını sözlərlə deyil, rənglərlə ifadə etməyə üstünlük verirlər. Onlar sadəcə rəsm çəkmir, daxili dünyalarını kətana köçürürlər. Cəlal Ağayev də məhz belə rəssamlardandır. Səmimiyyəti, sadəliyi və rənglərin dili ilə insan qəlbinə toxunmağı bacaran rəssamın kətan üzərinə köçürdüyü cizgilər, seçdiyi rəng çalarları yalnız vizual təsvir deyil, eyni zamanda canlı bir hekayəni nəql edir. Yarımçıq qalmış ömrün mənalı və zəngin tarixçəsi isə Unutsaq unudularıq başlığı ilə 11-ci səhifədə yer alıb. Cəmi 37 illik ömrünə silinməz izlər sığdıran, sarsılmaz prinsipiallığı, peşəkarlığı və dövlətçilik amalına sadiqliyi ilə seçilən jurnalist, demokratik media qurucusu, mübarizənin önündə gedən Mirzə Əsgərov, müstəqillik uğrunda Azərbaycan mətbuatının unudulmaz simalarındandır. Beləliklə qəzetimizin son səhifəsi Messinin sehri və Argentinanın fantastik comeback-i, idman və hava haqqında məlumatla yekunlaşır. Sizinlə mən idim, Ləman Təhməz.